Hörmətli sərnişinlər, yeni il günlərində səfərləriniz daha rahat və planlı olsun deyə Azərbaycan Dəmir Yolları bayram günlərində əlavə reyslər təyin edib. Bakı-Qəbələ-Bakı marşrutunda qatarlarımız 31 dekabrdan 4 yanvaradək hər gün, hər iki istiqamətdə hərəkət edəcək. Doğma Qarabağa səfər etmək istəyənlər üçün 31 dekabr və 3 yanvar tarixlərində qatarlarımız Bakıdan Ağdama və Ağdamdan Bakıya yola düşəcək. Yeni il günlərində Bakı-Qazax-Bakı qatarları hər gün xəttə çıxacaq. Ənənəvi reyslərlə yanaşı, artan sərnişin tələbatına nəzərə alaraq ADY 1, 2 və 4 yanvar tarixlərində əlavə qatar reysləri təyin edir. Həmçinin Bakı-Ağstafa-Bakı marşrutu üzrə 30 dekabrdan 4 yanvaradək əlavə reyslər təyin olunub. Biletləri ADY Mobile tətbiqindən, saytımızdan və həmçinin dəmir yolu kassalarından rahatlıqla əldə edə bilərsiniz. Azərbaycan Dəmir Yolları olaraq bayramınızı təbrik edir, hər birinizə xoş səfərlər arzu edirik. Yolunuz açıq olsun.